Digər suala baxanda, yəni eyni, sualdır. Burada deməli bizdə C böyük olmuş olur B-dən, o da böyük olmuş olur A-dan. Digər suala baxanda dördüncü suala. Baxın, burada yenə də kör bucaqlı bir üçbucaqdır. Bir üçbucaqda maksimum bir bucaq kör bucaq ola bilər. Qalan bucaqlar isə iti bucaq olmuş olacaq. Və biz bilirik ki, kör bucaq 90-la 180 arasında qiymət alır. Yəni kör bucağın aldığı dərəcə iti bucağın aldığı dərəcədən daha böyük olmuş olur. Böyük bucaq qarşısında böyük tərəf olur. Bizim burada ən böyük bucağımız bu qamma olduğu üçün o zaman bunun qarşısında dayanan bu S tərəfi də, yəni bu tərəfdən söhbət gedir. Baxın, bu tərəfdə ən böyük tərəf olmuş olacaq. Mən bura bir S desəm, onda hər bir halda S, daha doğrusu bizdə burada bucaqlardan istəyir. Yəni qamma bucağı olsun tərəf, olsun qamma bucağı. Yəni qamma bucağı ən böyük bucaq olmuş olur. İndi A tərəfinin qarşısında alfa dayanır. 2A tərəfinin qarşısında isə beta dayanır. Biz demişdik ki, ən böyük bucağın qarşısında ən böyük tərəf dayanır. Yəni biz artıq qammanı burada qamma, alfa, beta arasındakı olan 3 bucaqdan qammanın ən böyük olduğunu bildik. Bu artıq sıradan çıxdı. Yəni bu bucaq sıradan çıxdı. Mən indi alfa ilə betanı müqayisə edirəm. İndi bu halda da beta alfadan böyükdür. Nəyə görə? Çünki böyük tərəf qarşısında dayanan bucaq da böyükdür. 2A böyükdür, yoxsa A? Təbii ki də 2A. 2A qarşısında beta bucağı dayanıb, A-nın qarşısında isə alfa bucağı dayanıb. Ona görə də beta bucağı alfa bucağından da böyük olmuş olacaq. Bizim doğru cavabımız qamma böyükdür betadan. Deməli, qamma böyükdür betadan, o da böyükdür alfadan. Doğru cavab D variantı. Üçbucağın iki tərəfinin uzunluğu 2 və 5 sm-dir. Üçbucağın perimetri üçün hansı münasibət doğrudur? Gəlin bu sualı işləyək. Baxın, mən bir dənə üçbucaq çəkirəm və bu üçbucaqda deyirəm ki, tutaq ki, bura iki tərəfinin uzunluğunu verib. Bura 2-dir, bura 5-dir. Burada hər hansı bir A-dır, düzdür? Mən üçbucağın perimetrini tapmaq üçün nə etməliyəm? Üçbucağın tərəflərini bilməliyəm. Mən üçbucağın 2 dənə tərəfini bilirəm, üçüncü tərəfini bilmirəm. Üçüncü tərəfini isə üçbucaq bərabərsizliyindən əldə edəcəm. Üçbucaq bərabərsizliyinə əsasən üçbucağın bir tərəfi digər iki tərəfin fərqindən böyükdür, amma cəmindən isə nədir? Kiçikdir. Nəticədə A böyükdür 3-dən, kiçikdir 7-dən. Yəni A 3 ilə 7 arasında qiymət ala bilər. Düzmü deyirəm? Bəli. İndi mən perimetri tapanda, perimetr nədir? Tərəflərin cəmidir. Bu tərəf, belə deyim də, biri 2-dir, biri 5-dir, biri də ki 3 ilə 7 arasında qiymət ala bilər. Mən 2 ilə 5-i toplayıram, yəni buradakı bu tərəflə bu tərəfi toplayıram, eləyir 7. Və 7-nin üzərinə bu üçüncü bucağımı gəlməliyəm. 7-nin üzərinə 3 gələndə nə qədər eləyir? 10. 7-nin üzərinə 7 gələndə buradakı 7-nin üçüncü bucağını ala biləcəyi qiymətlər arasındakı olan intervalı gələndə olacaq 14. Yəni perimetr 10 ilə 14 arasında qiymət ala bilər. Mənim də doğru cavabım olacaq deməli burada. Deməli, neçənci sualdır? 5-ci sualdır. 10 ilə 14 arasında qiymət ala bilər. Doğru cavabım Y variantıdır. Növbəti sual da yenə sual tipindəndir. Yəni burada da gəlin bunun üzərində silək, elə burada göstərək. Aha. Yaxşı. Aha. Bircə dəqiqə uşaqlar. Deməli, buranı silirəm və bir yerdə baxaq. Deməli, bizə verib ki, bir tərəfi nə imiş? 4 vermişdi deyəsən bir tərəfdən, digər tərəfini də deməli 3 vermişdi də. Baxıram, deməli, bəli, 4 verib, 6 verib. Burası 4-dür, burası 6-dır. Yenə də həmin qaydanı tətbiq edirəm. Mən üçbucağın perimetrini tapmağım üçün üçbucağın 3 tərəfini də bilməliyəm. Üçbucağın perimetri tərəflərinin cəminə bərabərdir. Və bu halda mənim üçbucağımda 2 tərəf verilib, amma üçüncü tərəfi bilmirəm. Üçüncü tərəfi tapmaq üçün mən qeyd edirəm burada üçbucaq bərabərsizliyi. Üçbucaq bərabərsizliyi ondan ibarətdir ki, üçbucağın bir tərəfi digər iki tərəfin fərqindən böyükdür, amma cəmindən isə, yəni 4 ilə 6-nın fərqindən böyükdür, amma cəmindən 4 ilə 6-nın cəmindən kiçikdir.
Və nəticədə üçüncü tərəfə hansı intervalda qiymətlər ala bilər, onu da tapdım. Perimetr nədir? Perimetr üç tərəfin cəminə bərabərdir. Perimetrdə siz nəyə görə mən burada dəqiq olaraq perimetr nədir yaza bilmirəm? Çünki mən tamam iki tərəfin qiyməti tamamilə əlimdədir. Üçüncü tərəf hansı qiymət ala bilər? Dəqiq olaraq 3-dürmü, 4-dürmü, 5-dürmü bilmirəm. Amma onu bilirəm ki, 2 ilə 10 arasında qiymət ala bilir. Yəni 2 ilə 10 arasında hər hansı bir qiymətdir. Ona görə də dəqiq qiymətlərimi toplayıram. 4 ilə 6-nı toplayıram, elə də 10. Üçüncü tərəfin dəyəri tam olaraq bilmədiyim üçün, amma bilirəm ki, 2 ilə 10 arasında dəqiq bir qiymət alır. Onda qeyd edirəm ki, 4 ilə 6-nı toplayanda 10, üçüncü tərəfin ən kiçik belə deyim, intervalı 2-dir. O zaman perimetr 12 ilə ən böyük intervalı 20-dir. 12 ilə 20 arasında qiymət ala bilər. Orada da mənim doğru cavabım D variantıdır. Daha sonra 7-ci suala keçid edirəm. Və burada bizə qeyd edir ki, üçbucağın tərəflərinin uzunluqları nisbəti 5/4 bölünsün 3 nisbətindədir və üçbucağın perimetri 48 sm olarsa onun kiçik tərəfini tapın. Üçbucağın biz bilirik ki, uzunluqlarına nisbəti verib, düzdür? Deməli 5x verib, 4x verib və 3x vermişdir də. Yəni nisbi bir qiymət verib bizə. Və bu perimetr nədir? Perimetr üçbucağın tərəflərinin cəmi deməkdir. Bizə üçbucağın perimetrini 48 verib. Nəticədə tərəflərini toplayıram. Deməli 12x bərabərdir 48-ə, yəni 5x üstəgəlin 4x üstəgəlin 3x 12x edir. Üçbucağın perimetr tərəflərinin cəmidir. 48-ə bərabərdir. O zaman x-i məndən tapmış oluram, 4 tapmış oluram. Məndən də ən kiçik tərəfini istədiyi üçün baxın, 3-ü 4-ə vuranda 12, bura 16, burada 20 edərsə, ən kiçik tərəfim zaten 3x-li bir tərəf olmuş olur. Doğru cavabım 12. Ən kiçik tərəf zaten burada baxırıq ki, x-larımız eyni olduğu üçün kiçik rəqəmə vurulan daha kiçik olmuş olacaq. Və 8-ci sual da eyni tipli bir sualdır. Onu məncə özünüz həll edə bilərsiniz. Sonra keçirəm mən 9-cu suala. Bizə verilib ki, baxın, AB tərəfi bu istiqamətdə olan tərəf neçə verilib bizə? 2-dir. Düzdür? Baxın, bura 2-dir. Daha sonra İkinci dəqiqə, aha. Daha sonra bizə verib ki, BC tərəfi də 3-dür. Yəni bu hissə də 3-dür. AD də 4-dür. AD, hə, bircə dəqiqə. AD 4-dür, mən bura qeyd edim. DC də 6-dır. Mənə deyir ki, x-in ala biləcəyi tam qiymətlərin cəmini tapın. Bu sualı həll edə bilməniz üçün siz nəyə diqqət eləməlisiniz? Burada baxmalısınız ki, sizin əlinizdə 2 dənə üçbucaq var. Baxın, birinci üçbucağınız həmin bu ABC üçbucağıdır. Nədir? Həmin bu ABC üçbucağıdır. İkinci üçbucağınız isə hansı üçbucaqdır? ADC üçbucağıdır. Hansı üçbucaq imiş? ADC üçbucağı imiş. Ona görə də siz qiymət tapanda, müəyyən bir interval arasındakı olan qiymət tapanda hər iki üçbucağın belə deyim, şərtinə fikir verməlisiniz. Gəlin ilk öncə ABC üçbucağında üçbucaq bərabərsizliyini tətbiq edək. ABC üçbucağı üçün ABC bircə dəqiqə. Deməli, ABC üçbucağı üçün siz yazacaqsınız nəyi? Burada x üçbucağın bir tərəfi digər iki tərəfin, yəni 3 ilə 2-nin fərqindən böyükdür. 3 ilə 2-nin digər iki tərəfin, yəni cəmindən isə kiçikdir. Bu mənim ABC üçbucağım üçün olan şərtdir. O zaman burada x hansı qiymətləri ala bilər? 2-ni ala bilər, 3-ü ala bilər və 4-ü ala bilər. İndi mən baxıram. ABC üçbucağı üçün isə nə üçün? ADC üçbucağı üçün isə yenə də x üçbucağın bir tərəfi digər iki tərəfin fərqindən 6 ilə 4-ün fərqindən böyükdür. Cəmindən isə 6 ilə 4-ün cəmindən isə deməli nədir? Kiçikdir. Nəticədə burada x hansı qiymətlər almış ola bilər? 3-ü alar, 4-ü alar, 5-i alar, 6-nı, 7-ni, 6-nı, 7-ni, 8-i, 9-u və bir də, sadəcə 9 ala bilər. Onu ala bilmir də. Yəni burada böyükdə bərabərdir işarəsi qoyulmuyor. Bərabər deyil ona. İndi baxırıq. Mənə deyir ki, x-in ala biləcəyi tam qiymətlərin cəmini tapın. Əla. İndi
Mən də görürəm ki, burada x yuxarıdakı, yəni ABC üçbucağının şərtinə əsasən 2-ni ala bilirdi, 3-ü ala bilirdi, 4-ü ala bilirdi. Aşağıdakı yazdığım qiymətləri də ABC üçbucağı üçün uyğundur. İndi burada kəsişmə hansıdır? 3 var, 3 var. 4 var, 4 var. 2 yoxdur ki, aşağıda yoxdur. 5, 6, 7, 8, 9 bu interval arasında yoxdur ki, yoxdur. Demək ki, mənim bu x-ım 3-də ala bilər. ABC üçbucağı və ADC üçbucağının hər iki üçbucağı da mənim üçbucaq bərabərsizliyini tətbiq edib şərt daxilində 3 ilə 4 ala biləcəyini bildim. Nəticədə mənim bu x-ım nə ola bilər? Ya 3 ola bilər, ya da 4 ola bilər. Onda mənə deyir ki, ala biləcəyi qiymətləri 3 ola bilər ya da 4 ola bilər. Bu qiymətlərin cəmini tapın. 3 ilə də 4-ün cəmi 7 eləmiş olacaq Y variantı. Dostlar, 10-cu sualı sizə buraxıram, çünki bir sualı izah elədik. Digərini də cəhd edin ki, özünüz yazasınız. Yaza bilməsəniz, yorumlarda qeyd edin, ona da köməklik edərik. İndi baxıram. Baxın 11-ci sual. 11-ci sualda mənə qeyd edib ki, alfa bucağı böyükdür beta bucağından, o da böyükdür qamma bucağından. Alfa, baxın, alfa böyükdür. Baxın, alfa böyükdür. Demək ki, alfa böyükdür betadan, beta da böyükdür qammadan. Yaxşımı? Mən bayaqkı sualda hansı sual idi o? Baxın, bu 3-dən 4-də. Nə qeyd eləmişdim? Demişdim ki, böyük bucaq qarşısında böyük tərəf durur. Kiçik bucaq qarşısında kiçik tərəf durur. Elədirmi? Aha, əla. İndi mən də nə edəcəm? Onları tətbiq eləməyə çalışacağam burada. Qələmimi götürüm. Deməli, qələm hardadır? Aha. Deməli, baxın dostlar. O zaman alfanın böyük bucaq, burada ən böyük bucaq bizə nə verib? Alfa verib də. Görürsüz, alfa böyükdür betadan, beta da böyükdürsə qammadan. Mənim burada ən böyük bucağım nə olmuş olur? Alfa olmuş olur. İndi mənim ən böyük bucağım alfadırsa, böyük bucaq qarşısında duran tərəf də böyükdür. O zaman mənim A tərəfimdə digər iki tərəfdən, daha doğrusu ümumiyyətlə 3 tərəfin üçündən 3 tərəfi biz bir-biri ilə müqayisə etsək, A tərəf digər iki tərəfdən ən böyük olmuş olacaq. İndi baxsam burada artıq A tərəfim ən böyükdürsə, mən bunu sıradan çıxardıram. Bu getdi. Nə qalır? Beta ilə qammanı müqayisə eləmək qalır. Bu getdi. Baxın, bunlar getdilər. Beta ilə qammanı müqayisə edəndə mənə deyir ki, beta bucağı qamma bucağından daha böyükdür. O zaman böyük bucaq qarşısında duran tərəf də daha böyük olmuş olacaq. Kiçik bucaq tərəfində duran kiçik tərəfdən, yəni bizim B-miz C-dən böyük olmuş olacaq. A-mız zaten böyük idi. İndi A-mız B-dən böyükdür, B də C-dən böyükdür. Düzdürmü? Bəli. İndi mən bu şərtləri çıxartdığıma görə, bircə dəqiqə. Çıxartdığıma görə sualın növbəti həllinə keçə bilərəm. Deməli. Baxırıq deməli sualın növbəti ardıcıllığına. İndi mənə deyir ki, A-dan C-ni çıx modul içərisində. Mən nə bilirəm modul haqqında? Bilirəm ki, moduldan çıxan ədəd, yəni modulun içərisində hər zaman müsbət olur. Ya 0 ola bilər, ya da müsbət ola bilər. Mənfi ola bilməz, düzdür? Aha. İndi baxıram. A-dan C-ni çıxın. Əgər A ədədi, buradakı A ədədi C ədədindən böyükdürsə, deməli modulun içərisindəki olan ifadə də böyük olmuş, yəni daha doğrusu müsbət olmuş olacaq. Onda mən bu modulumu nəyə görə açacağam? Müsbətə görə açacağam. Yəni yazacağam ki, A minus C. Elə bu şəkildə də moduldan çıxacaq. Çünki modulun içərisindəki olan ədəd müsbətdir. İndi ikinci, mənə deyir ki, B C-dən böyükdür. B ədədi C ədədindən böyükdür. İndi təsəvvür eləyin ki, siz B ədədi C ədədindən böyükdür, düzdür. B-yə 5 verirəm, C-yə də bir 3 verirəm. Siz götürüb C-dən B-ni çıxsaz, 3-dən 5-i çıxsaz, nə əldə edərsiniz? Mənfi 2 əldə edərsiniz də, düzdür. İndi modulun içərisində mənfi ədəd var. Siz modulu mənfiyə görə aça bilərsinizmi? Xeyr. Ona görə də siz nə etməlisiniz burada? Siz bu modulun içərisindən çıxacaq olan ədədin qarşısına, yəni zaten bu modulun içərisi sanki mənfi 2-dir, bayaq dediyimiz kimi. Yəni C minus B-yə
B-dən çıxacaq ədədin qarşısına tutaq ki, bir x ədədi çıxacaq burdan. -2 çıxır da daha doğrusu. Biz bayaqlar rəqəm verdik. B-yə 5 verdik, C-yə də deməli 3 verdik də. Nəticədə bunun qarşısına 2 atmalısınız ki, modulun qarşısına. Nə olsun? Burada çıxan ədəd 2 olsun. Ona görə də siz bu modulu mənfiyə vurmalısınız. Mənfiyə vuranda B minus C olur. Yəni B bu şəkildə çıxmış olacaq. B minus C şəklində çıxmış olacaq. Modulun içərisi mənfidirsə, o modulu əks formada, yəni C-dən B-ni yox da B-dən C-ni çıxmış olacaqsınız. Mənfiyə vurursunuz çünki. Sonra digər hissə var. Deməli, burada da mənə deyir ki, B A-dan böyükdür. B A-dan daha doğrusu üzrlü sayın dostlar. Mən burada gördüm, bu ifadəni gördüm deyə B-dən A-nı çıxıb. İndi mən nə demək istəyirəm? Burada görürük ki, A ədədi B ədədindən böyükdür. Amma məndə burada neyniyib? B-dən A-nı çıxıb. Mən B-yə bir 3 desəm, A-ya da 6 desəm, bunları çıxanda nə almış oluram? -3 almış oluram. Nəticədə mən bu modulun içərisindəki olan ədəd mənfidir. Amma mən modulu ya moduldan aldığım nəticə müsbət olmalıdır, ya da 0 olmalıdır. Modul hər zaman nə olacaq? Böyük bərabər olmuş olacaq 0. Yəni heç bir zaman kiçik ola bilməz. Yəni bir modulun içərisindəki bu ədəd tutaq ki, -5-dirsə, siz bax bu şəkildə yazmalısınız ki, bu mənfi nə olsun? Bu şəkildə olsun və nəticədə cavabın da 5 olmuş olsun, müsbət olmuş olsun. İndi mənim bu modulun içərisi mənfidir. Onda mən bunu bu şəkildə açmalıyam ki, deməli, üzrlü sayın, deməli, bu şəkildə açmalıyam ki, nə olsun? Müsbət versin də bu içəridəki olan ifadə. Mənfiyə vururam sanki, düzdürmü? Və bunu mötərizədə yazırsınız. Çıxartdığınız ifadəni mötərizədə yazırsınız. Çünki bunun qarşısında mənfi var. Mənfi mötərizəyə təsir eləmiş olacaq. Deməli, əgər bu A minus B-dirsə, bu şəkildədirsə, indi gəlin ümumi nəticəni yazaq. A, buradan da bərabər qoyuram. A minus C, üzərinə gəlinsin B, çıx C, deməli, çıxılsın A, üstə gəlinsin B. Yəni siz burada buradakı mənfini buna vuranda müsbət olur da. Görək nələr ixtisar gedəcək. -A. Elə bil ki, 1 ilə -1 bir-birini apardı. Nə qaldı? 2B müsbətdir buradan. Burada da müsbətdir, çıxılsın 2C. Nəticədə mənim doğru cavabım A variantıdır. 12-ci sualı sizə saxlayıram. Davam edirəm 13-cü sual ilə. Baxın, 13-cü sualda mənim 11-də danışdığım qaydaya əsaslanır. Üçbucağın tərəfləri verilib sizə və modullar verilib. 3 dənə belə modul verilib. Üçbucaq, ümumiyyətlə daha doğrusu, modulun içərisindəki olan ifadə, yəni modulun içərisindən nə çıxmalıdır? Ya müsbət ədəd çıxmalıdır, ya da 0 çıxmalıdır. Modulun içərisi heç bir zaman kiçikdir 0 ola bilməz. Daha doğrusu modulun içərisi deyəndə ki, daha doğrusu uşaqlar modulu demək istədim mən. Modulun içərisindəki ədəd əgər mənfidirsə, ondan çıxan ifadənin qarşısına mənfi atmalısınız ki, modulun özü müsbət olsun. Modulun özü hər zaman müsbət olur. Bayaqlara bunu izah elədim mən. Burada məncə aydın şəkildə izah elədim. Baxın bu hissədə. Bu hissədə mən bunu aydın şəkildə izah elədim. İndi modulun içərisi mənfi ədəd ola bilər, amma modulun özü müsbət olmalıdır. Moduldan daha doğrusu mənfi ifadə çıxa bilməz. Əgər modulun içərisindəki olan ədəd mənfidirsə, tutaq ki, modulun içərisində -5 var, düzdür? Bundan çıxan ifadənin qarşısına mənfi atmalısınız ki, mənfini -5-ə vuranda nə olur? Müsbət 5 eləyir. Modulun özü müsbət olsun. Bunun qənaətinə gəlirsiniz ki, modulun özü, baxın, özü nə olmalıdır? Ya 0-dan böyük olmalıdır, ya da 0-a bərabər olmalıdır. İndi gəlin burada biz gözəl formada izah edək bu sualı. O zaman, bircə dəqiqə. Deməli, bizə əgər bu formada verilibsə, o zaman mən nə etməliyəm? Mənə verib ki, kiçik bərabərdir 0. Mən demişdim ki, modulun içərisi heç bir zaman mənfi ola bilməz, düzdür? Yəni, bunun içərisindən ya müsbət çıxacaq, ya da 0 çıxacaq. Birinci hala baxıram, müsbət. Bundan da müsbət çıxıb, modulun özü müsbət olmalıdır. Bundan da müsbət çıxmalıdır. İndi 3 dənə müsbət ədəd toplayıram. Nə olacaq bu?
Mənə nə nəticə verməlidir? 3-ü, 5-i, 7-ni toplayırsınız. Toplayanda mənfi verə bilərmi sizə? Xeyr, verə bilməz. O zaman siz burada mənfi yazıb, yəni kiçik bərabərdir 0, kiçikdir 0 şərti getdi. Zaten getmişdi. Bərabərdir 0 şərti qalır yerdə. Elə bu deyir ki, həm ya 0-dan kiçik olsun, ya da 0-a bərabər olsun. 0-dan kiçikdir şərti getdi. Yerdə nə qaldı? Bərabərdir 0. Bu cavabın 0-a bərabər olmasının da bir üsulu var. Nə üsuldur? Hamısı buradakı olan hər bir modulun içərisindən 0 çıxsın. Yəni çünki modulun içərisindən mənfi çıxa bilmədiyi üçün, məsələn, bundan -1, bundan -1 ya da ki, bundan 0, bundan 0 çıxa bilər, amma burada -1 çıxa bilməyəcəyi üçün -1 əgər elə bir ehtimal olsaydı, toplayardınız bunları, -1 ilə -1 bir-birini aparardı. Amma belə bir ehtimal olmadığı üçün hər birinə siz sadəcə 0 verə bilərsiniz. O halda nə yazırıq? Gəlin burada yazaq. Buranı silək ki, bizim rahat yerimiz olsun. Bircə dəqiqə. Aha. Deməli, sildim bunu, getdi. Getdi. Aha. Baxırıq. O halda mən nə edəcəm burada? Yazacağam ki, A üstə gəlinsin B çıxılsın 13 bərabərdir 0-a. Sonra nə yazacağam? B üzərinə gəlinsin C çıxılsın 14 bərabərdir 0-a. A üzərinə gəlinsin C çıxılsın 15 bərabərdir 0-a. Və bunların üçünü də toplayacaqsınız. Toplayanda nə baş verəcək? Deməli, 2A, bircə dəqiqə, aha. Bunların hamısını toplaya da bilərsiniz. Bu üçbucağın perimetrini istəyir zaten bizdən. Aha, toplayırıq. 2A üzərinə gəlinsin 2B, üzərinə gəlinsin 2C. Baxın, toplayanda necə toplayıram? A burada var, burada var. Topladım, oldu 2A. 2A. B burada var, B burada var. Topladım, oldu 2B. C burada var, C burada var. Topladım, oldu 2C. Bir də -13, -14 toplayanda nə qədər eləyir? -27 eləyir. Burada da -27 ilə də -15-i toplayanda eləyəcək, deməli, -17 çıxılsın -15 bərabərdir 0. Yəni, burada üçündə də 0 olduğu üçün 0-ları toplayanda 0 verir bizə. Nəticədə 2A üzərinə gəlinsin, 2B üstə gəlinsin, 2C. Bunun cəmi -32 eləyir. -32-ni sağ tərəfə keçirdirəm, olur -32. A üstə gəlinsin, B üstə gəlinsin, C bərabərdir 16-dır. 2-ləri buralardan atıram. O zaman bərabərliyin sağ tərəfini də 2-yə bölməliyəm. Yəni, hər tərəfi 2-yə böldüm. 2-ləri atıram deyəndə 2-yə bölürəm. Və bizdən də üçbucağın perimetrini istəyir. Üçbucağın perimetri nə idi? Tərəflərin cəmi idi. A, B, C. Burada tərəflərdir. Onların cəmi 16-dırsa, deməli üçbucağın perimetri də 16 olmuş olacaq. Bu şəkildə həll eləmiş olacağıq. Digər hissəsini sizə buraxıram. Deməli, gəlin burada cavabı qeyd edək. Bizim burada cavabımız olmuş olur 16. Daha sonra bu 14-ü sizə saxladım. 15-ci sual. Bərabərliyin üçbucağın iki tərəfinə uyğun, iki tərəfinə görə uyğunluğu müəyyən edin. Deməli, birinci sual. Mənə verilib üçbucaq. Bu üçbucaqda bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaq necə bir üçbucaq idi? İki tərəfi bir-birinə bərabər olan üçbucaq idi. Bir də deyirəm, iki tərəfi bir-birinə bərabər olan üçbucaqdır. Bunu yadda saxladıq. Və bizə burada verib ki, iki tərəfinə görə uyğunluğu müəyyən edin. Deyirəm ki, tamam. Mənə deyir ki, iki tərəfini verib, üçüncü tərəfi biz tapmalıyıq. Birinci ehtimalda 8 və 17. Mən gəlin hər iki şərti yoxlayım. Üçbucaqda bilirəm ki, bura nədirsə, burada olmalıdır. Amma bura fərqli bir ədəddir. Tutaq ki, mən deyirəm ki, bura 8-dir. Düzdür. Burada 17-dir. Düzdür. Bura 8-dirsə, bərabər yanlı üçbucaq olduğu üçün yan tərəfləri bir-birinə bərabərdir. Burada 8 olmalıdırmı? Olmalıdır. İndi görün, belə bir üçbucaq ola bilərmi? Üçbucaq bərabərsizliyinə əsasən. Üçbucaq bərabərsizliyi necə idi? Üçbucağın bir tərəfi, bu tərəfi, tutaq ki də, digər iki tərəfin cəmindən, daha doğrusu fərqindən böyükdür. 8 ilə 8-in fərqi nə qədər eləyir? 8 çıxılsın 8. Bu eləyir 0. Həqiqətən də böyükdür. Amma cəmindən isə kiçik olmalı. 8 ilə 8-in cəmi nə qədər eləyirdi? 16 eləyir, düzdür? 17 16-dan kiçikdirmi? Xeyr. 17 16-dan
böyükdür. Demək ki, belə bir üçbucaq yoxdur. Yəni bunu yadda saxlayırıq. Bu üçbucaq bərabərsizliyinə əsasən bu formada üçbucaq mövcud deyilmiş gördük. Yaxşı, onda mən digər yolu yoxlayım da. Düzdür, üçbucağımız necə pis oldu. Bircə dəqiqə uşaqlar. Aha, mən bunu silirəm. Hə, üçbucağımız biraz pis çəkdim. Deməli, baxın, üçbucağımı çəkirəm. Aha, deməli, burada digər hal hansıdır? Yenə də üçbucağın bu tərəfi bu tərəfinə bərabərdir. Burada hər hansı bir B deyirəm. Mənə vermişdi ki, üçbucağın tərəfləri 8 ola bilər ya da 17 ola bilər də, düzdür? Yəni mən tutaq ki, indi bura 17 yazıram, bura 8 yazıram. Birinci halda nə etmişdim? Bura 8 yazmışdım, bura 17 yazmışdım. Burada isə bura 17 yazdım, burada 8 yazdım. Düzdür? Yəni bura 17 yazdım, burada 8 yazdım. Yan tərəfləri bərabər olduğuna görə üçbucağın bu yan tərəfi 17-dirsə, digər burdakı yan tərəfi də 17 olmalıdır. İndi yoxlayıram. Üçbucaq bərabərsizliyini yoxlayıram bu üçbucaq üçün. Görüm belə bir üçbucaq varmı, yoxmu? Üçbucaq bərabərsizliyi nə üçün var? Üçbucağın tərəflərinin şərt, yəni belə deyim də, o üçbucağın yaranmasını, mövcudluğunun doğruluğunu yoxlayır. Üçbucağın bir tərəfi bu 8, digər iki tərəfin fərqindən 17, 17 düzdür. Digər iki tərəflərin fərqindən digər bir tərəf 17-dir, bərabər yanlı olduğu üçün digər də 17-dir. Bunların fərqi nə qədər eləyir? 0. Digər iki tərəfin fərqindən böyük, cəmindən isə bu 17 ilə 17-nin cəmindən isə kiçik olmalıdır. 17 ilə 17-nin cəmi 34-dür. 8 34-dən kiçikdirmi? Kiçikdir. Nəticədə mənim bu üçbucağım, demək ki, mənim yan tərəfim nə olmuş olur? Daha böyük olmuş olur oturacaqdan. Ümumiyyətlə bunu bu formada qayda şəklində hər zaman yadda saxlayın. Bərabər yanlı üçbucaqda sizə məsələn deyirsə ki, baxın, bu suallar var. Məsələn, birincidə bir tərəf digərindən böyükdür də. Bu böyük olan tərəf əsasən yan tərəf olur. Bunu aşağıda mən sübut elədim. İkinci sualda da 9 yan tərəf olmuş olacaq. Üçüncü sualda da 14 yan tərəf olmuş olacaq. Mən burada bunun sübutunu yoxladığım üçün hər dəfə onu sübut eləməyəcəm. Mən sizə burada bunu sübut elədim. Yəni bərabərsizliyə əsasən. Ona görə də bunu qayda olaraq hər zaman yadda saxlayın. Demək ki, mənim bu ikinci üçbucağım belə deyim, doğruluğu var imiş və daha doğrusu mövcud imiş və bunun perimetrini istəyir bizdən. 17 plus 17 34 üzərinə gəlinsin 8 42 eləmiş olur. Və oturacağı da baxdıq ki, 8-dir. 42 varmı bizim cavabımız? Bəli, bura B variantı uyğundur. Daha sonra, B variantı bura uyğundur. Bax, sizə indi B variantı mən buradan silirəm. Sizə bayaq dedimi, daha böyük olan tərəf onun yan tərəfidir. İndi üçüncü suala baxın, 14 onun yan tərəfidir. 6 nədir? Oturacaqdır. A variantını yaza bilərəmmi mən? Deməli, üçüncü şərtdə, bəli, A variantında baxın bu şəkildə yazdım bura. İndi keçdim. Digər şərtləri, daha doğrusu, digər üçbucaqları quraq, perimetrlərini yazaq. Gəlin bunu belə silim. Aha. Digər üçbucaqları da qururam da indi mən. İndi ikincidə də deməli yan tərəf hər zaman bu verilən rəqəmlərdən böyük olmuş olur. 3-ü də mən bura yazdım. Perimetr nə qədər olmuş olur? Yan tərəflərin cəmi. 9 üstə gəlinsin 9, üstə gəlinsin 3, 21. Düzdür? C variantı bura uyğun gəldi. İndi baxın, üçbucağın bir tərəfi digər iki tərəfin fərqindən deməli böyük, zəmindən isə kiçikdir. Həqiqətən də 3 0-dan böyükdür, fərqlərindən böyükdür. 3 18-dən, yəni cəmlərindən kiçikdir. Demək ki, belə bir üçbucaq da mövcuddur. Keçdik üçüncü şərtə. Deməli burada 14 yan tərəfdir. 14-ü mən bura yazıram, 14-ü mən bura yazıram. Çünki bərabər yanlı üçbucaqdır. Yan tərəflər bir-birlərinə bərabərdir. Bura 14-dürsə, o zaman burada 14-dür. Üçüncü tərəfə də 6 yazacağam. Oturacaqda 6-dır. O zaman 6 0-dan böyükdür və 28-dən kiçikdir. Yəni fərqlərindən 0-dan böyükdür, cəmlərindən 28-dən kiçikdir. Bunun perimetri də 14 üstə gəlinsin 14 28, üzərinə gəlinsin 6 34 eləmiş olacaq. Bizim bu üçüncü sualımıza da həmçinin Y variantı da uyğundur. D variantı heç bir şərtə uyğun gəlmədi.